Salam müəllimlər, mən Əliyeva Nazilə. Bu gün sizlərlə məktəbəqədər təhsildə oyunlar mövzusunu izah edəcəm. Və qeyd edim ki, müəllimlər ümumiyyətlə məktəbəqədər təhsil 1-6 yaşı əhatə edir və 1-6 yaş dövründə oyunlar ən başlıca vasitədir uşaqlar üçün. Oyunlar həm uşaqların idraki inkişafında, həm sosiallaşmasında, həm bir-biriləri ilə ünsiyyətdə olmasında, ən xüsusilə də əylənmələrində mühüm rol oynayır. Oyun məktəbəqədər dövrdə tərbiyənin başlıca vasitəsidir. Yəni biz bilirik ki, ümumiyyətlə həyatımızda da uşaqlar var, özümüz uşaqlarla məşğul oluruq və bilirik ki, oyunlar uşaqlar üçün necə maraq doğurur. Və hər bir oyunu uşaqlar sevirlər. Elə bir uşaq olmasın ki, oyunu sevməsin. Oyun uşaqların əqli tərbiyəsini inkişaf etdirir. Uşaqlarda ətraf aləm haqqında təsəvvürləri, anlayışları möhkəmləndirir. Əlbəttə uşağın nitqinə də güclü təsir göstərir. Daha sonra uşağın bir-birlərinə kömək etmək, əməkdaşlıq etmək, sosiallaşmasına da müsbət təsir göstərir. Bununla yanaşı uşaqların təxəyyülünü, yaradıcılığını, hafizəsini artırır. Və oyunlar xarakterdə, məzmununa görə iki yerə bölünürlər. Yaradıcı oyunlar, qaydalı oyunlar. Nədir yaradıcı oyunlar? Müəllimlər, ilk belə deyim ki, yaradıcı oyunlar adından da göründüyü kimi uşaqların özləri tərəfindən düzəldilir və burada nəsə bir qayda yoxdur. Uşaqlar özünə bir oyun uydurur və oynayırlar. Uşaqların bu yaradıcılığına və təxəyyülünə aid oyunlar olur. Daha sonra müəllimlər, belə oyunlar, daha doğrusu yaradıcı oyunlar uşaqların həm təxəyyülünü, hafizəsini genişləndirir və yaradıcı oyunlar özü də üç yerə bölünür. Sujetli rollu oyunlar, dramlaşdırılmış oyunlar, konstruktor, tikinti, quraşdırıcı oyunları. Sujetli rollu oyunlar nədir? Sujetli rollu oyunlar məktəbəqədər yaşlı uşaqların, yaşlıların birlikdə fəaliyyəti nəticəsində təşkil olunur. Və biz, məsələn, bir məşğələ keçirir, uşaqlara bir nağıl danışırıq. Bu zaman uşaqlara hərəsinə bir rol veririk. Biri qırmızı papaq olur. Məsələn, biri hansısa heyvanı təqlid edir. Biz uşaqlara burada rol veririk. Və bu oyunlar uşaqlarda özünə inam, fəallıq, yaradıcılığı artırır. Dramlaşdırılmış oyunlar isə bədii əsərin məzmununu öyrənməyə, hadisənin daxilinə girməyə kömək edir və dramlaşdırılmış oyunlar da müəllimlər öyrədici və təlimləşdirici xarakter daşıyır. Və dramlaşdırılmış oyunlar da elə nağıllar kimidir. Məsələn, uşaqlara burada yenə də rol verə bilərik. Dramlaşdırılmış oyunlar da uşaqların həyatında mühüm rol oynayır. Daha sonra konstruktor oyunlar, taxta kublar, legolar, oyuncaqlar, oyuncaq maşınlar, qarajlar, konstruksiyaların yaradılması. Bunlar hamısı uşaqların əllərini inkişaf elətdirir, əl-göz koordinasiyasını inkişaf elətdirir. Konstruktorlar vasitəsilə uşaqları binalar, evlər quraşdırırlar. Qaydalı oyunlar isə müəllimlər uşaqların həyatına yaşlılar tərəfindən gətirilir. Məsələn, biz buna misal göstərə bilərik. Bənövşə oyunu, klas oyunu, bir növ keçmişdən gələn oyunlarımızdır və qaydaları var. Yüksək təlim, tərbiyəvi əhəmiyyəti də var. Qaydalı oyunların adından bilindiyi kimi öz qaydası, qanunu var və qaydalı oyunlar da iki yerə bölünür. Mütəhərrik, didaktik oyunlar. Mütəhərrik oyunlar dedikdə müəllimlər, yadınızda saxlayın, hərəkətlilik var burada. Məsələn, burada topu tutmaq, topu atmaq, topa təpiyi vurmaq, topu yuxarı atmaq. Bu zaman məsələn uşaqlarda hərəkət, böyük motor bacarıqları, kiçik motor bacarıqları inkişaf edir və bu oyunlar da xalqa mənsub oyunlardır, nəsildən nəslə keçir. Didaktik oyunlar, didaktika öyrədirəm deməkdir mənası. İdrak. Burada uşaqlar nə çox idraki inkişaf edir, zehni inkişaf edir. Çünki didaktik oyunlar daha məsələn, burada riyazi təsəvvürləri oyununa ayırd edə bilərik. Bu uşağın daha çox təfəkkürünü inkişaf elətdirir. Daha sonra xarakterinə görə üç yerə bölünür. Oyuncaqlarla oyun, stolüstü oyun, şifahi oyunlar və oyuncaqlarla oyun dedikdə, uşaqların məsələn oyuncaqlarla oynaması, qarışıq şəkildə bunları da nəzərdə tuta bilərik. Stolüstü oyunlar dedikdə domino ola bilər və yaxud da şahmat ola bilər. Baxın, bunlar uşağın
təfəkkürünü inkişaf elətdirir. Şifahi oyunlar isə daha çox böyük yaş qruplarında olur. Yəni şifahi oyunlar daha çox 5-6, 4-5 yaşlı uşaqlarla keçirilir. Şifahi şəkildə oyunlardır. Və oyunların bir çox kateqoriyaları da var. Bunları da qeyd edək. Təklikdə oyun dediyi 0-2 yaş əhatə edir. Bu daha çox məsələn kiçik yaşlı uşaqlarla əhatə edir. Məsələn, şəkildə görə bilərsiniz, lap kiçik yaşlı uşaqdır, yəni 1-2 yaşı var. Bunu təklikdə oyun götürərsiniz. Məsələn, əşyaları burada uşaq məsələn əşya manipulyativ dövrü olur da, əşyaları ağzına salır və yaxud da ki, əşyaları tutur əlində. Yəni uşaqlara maraqlı gəlir o əşya. Əşyanı məsələn ağzına salmaq, rəngli göz oxşayan əşyalar, işıq saçan əşyalar uşaqların xoşuna gəlir. Paralel oyunlar isə 2-4 yaş əhatə edir və burada uşaqlar eyni mühitdə oynayır, lakin fərqli oyunlarla oynayırlar. Uşaq məsələn yan-yana da otura bilər, amma fərqli fəaliyyət növünü həyata keçirdirlər. Və burada uşaqlar asosial olurlar. Yəni çox sosiallaşa bilmirlər. Çünki burada uşaqlar özləri oynayır, lakin məsələn yoldaşına nəsə əşya istəyəndə kömək ala bilərlər. Yəni ancaq oyuncaq istədikdə sosiallaşa bilirlər. Əməkdaşlıq oyunları 3-4 yaş əhatə edir. Qarşıya qoyulan problemləri həll edirlər uşaqlar. Bir-biri ilə qarşılıqlı şəkildə fəaliyyət göstərirlər, bir-birlərinə kömək alırlar. 3-4 nəfər və yaxud da 2 nəfər əməkdaşlıq şəkildə oyunlar oynayırlar. Sərbəst oyun isə adından göründüyü kimi tək başına və yaşıdları ilə oynayırlar uşaqlar. Burada yalnız uşaqlar istəsə, yəni müəllim və yaxud da böyüklər uşağa müdaxilə edə bilər və kömək edə bilər. Sensomotor oyunları isə su, qum, burada ancaq məsələn uşaqlara qumla və yaxud su ilə oyunlar verə bilərik. Bu da bir növ uşaqların əl-göz koordinasiyasını, kiçik motorika bacarıqlarını dəstəkləyir və uşaqlar burada fiziki hərəkətlər göstərirlər. Simvolik oyunlar isə təxminən 2 yaşı, 3 yaşı əhatə edir. Xəyali oyunlardır. Məsələn, fikir vermişsinizsə, uşaqlar bəzən karfka götürür, oturur onun içində, güya ki, bunun maşınıdır və yaxud da oyuncaq telefon götürür, güya atası ilə danışır. Yəni ki, bir növ uşaq gözündə xəyal edir. Xəyali oyunlardır. Bir də müəllimlər bunu deyim, yekunlaşdıram. Sujetli rollu oyunlar ilə simvolik oyunların fərqi budur ki, sujetli rollu oyunlarda uşaqlar canlıları təqlid edir. Simvolik oyunda isə uşaqlar ancaq cansız əşyaları təqlid edə bilirlər. Hər ikisi uşaqların təxəyyülünü, yaradıcılığını artırır. Belə müəllimlər, hər birinizə təşəkkür edirəm. Yəni rəy yazmağı unutmazsınız. Təşəkkürlər və uğurlar.